İpoteka hər kəs üçün əlçatandır, yoxsa bu sadəcə bir formal seçimdir və kreditlə uzun müddətli, deyək ki, 25 illik bir ev almaq bu həqiqətən çıxış yoludur, yoxsa uzun müddətli bir tələdir səncə? Ümumiyyətlə bu kapitalistlərin, qlobalistlərin bir tələsidir. Əgər sənə manatla dövlət qulluqçusu kimi 4%-a və ya 8%-a ipoteka verilirsə, manatla, bu çox gözəldir. Rusiyada ipoteka faizi 47%-dir. Yəni Rusiyada bu yaxınlarda bir jurnalist Yuri Duc var. Onun 83 kvadratı deyəsən Yujni Butovo ərazisində evini müsadirə eləyirlər, nəsə həbs qoyublar. Onu dövlət dəyərləndirib 26 milyon rublə, 520 min manata 83 kvadrat evi Moskvada, yəni tam mərkəzdə belə prestijli bir yerdə olmayan bir evi. Bu niyə? Çünki ipotekaların çoxluğu və ipoteka almağa hazır olan insanların sayı da əmlak qiymətini qaldırır. Buna görə Bakıda ən əsası 200-250 min manat aralığında olan evlər daha tez satılır, daha çox tələbat var, çünki onlar ipotekaya uyğundur.